Salam, əziz şagirdlər, necəsiz? Bugün yenidən sizin görüşünüzdə testlə gəldim. Osmanlı dövləti ilə bağlı bir testə baxacağıq. Osmanlı dövlətinə aid hadisə-nəticə əlaqələrini müəyyən edin deyə belə bir sual qeyd olunubdur. Biz artıq bu cür cədvəlləri işləməyi bacarırıq ki, hansı ki bilirik ki, burada söhbət gedir ki, bir hadisə nəticəsinin düzgün vurğulanması məsələsi var. Birinci cümləyə baxaq. Çaldıran döyüşü nəticəsində Məmlük dövlətinə son qoyulması. Bu yanlışdır. Çünki Çaldıran döyüşü baş verən zaman Səfəvilər dövləti məğlub olmuşdular. Amma Məmlük dövlətinə son qoyulmamışdı. Məmlük dövləti Misir Məmlük dövlətindən söhbət gedirdi. Ona görə birinci cümləmiz yanlışdır. Burada deməli qeyd edəcəyik. Daha sonra Məmlüklərin məğlub edilməsi nəticəsində 1-ci Səlimin özünü İslam dünyasının xəlifəsi elan etməsi, bəli, 1-ci Səlim dönəmində Misir Məmlük dövlətini işğal edir və o özünü artıq İslam dünyasının xəlifəsi adlandırmağa başlayır. Məhz elə 16-cı əsrin 20-ci illərindən də etibarən başlayaraq digər Osmanlı sultanları da xəlifə adlanırdılar eyni zamanda. Bu doğrudur. 1-ci Süleymanın Səfəvi dövlətinə 1534-cü il yürüşü nəticəsində Təbrizin tutulması baş verdi. Bəli, tamamilə doğrudur. Çünki 1-ci Süleymanın Azərbaycana 4 dəfə yürüşü olmuşdu ki, 1534, 35, 48 və 54-cü illərdə. Bunun ilk 3 yürüşündə Təbriz şəhəri, 4-cü yürüşündə isə Naxçıvan şəhəri işğal edilmişdi. 3 doğrudur. Moxaç döyüşü nəticəsində Avstriya qoşunlarının qələbə qazanması baş verdi. Yanlışdır. Çünki Moxaç döyüşü 1526-cı ildə baş verən zaman Sultan Süleyman Qanuni digər tərəfə, yəni Macar-Çex qoşunlarına qarşı mübarizə apardı və burada Sultan Süleyman Qanuni qalib gəldi Moxaç döyüşündə. Hətta belə bir məlumat qeyd olunur ki, Moxaç döyüşündə Turan taktikasından da istifadə edilmişdi. Yəni bu döyüşdə Avstriya qoşunları iştirak etməmişdilər. Sualımızın düzgün cavabları 2 və 3 rəqəmi ilə qeyd olunmuş cümlələr idi. Sağ olun.